Hazırda şəhid övladlarının intellektual inkişaf proqramı layihəsi çərçivəsində 2 günlük yay düşərgəsinə start verilir. Biz də iştirakçılarla birlikdə Ağbulaq İstirahət Mərkəzinə yola düşürük. Naxçıvan şəhərindəki Zəfər abidəsindən yola düşən iştirakçılar düşərgə ərazisinə gəlib, burada qeydiyyatdan keçərək otaqlarda yerləşdiriliblər. Daha sonra çay süfrəsi ətrafında düşərgənin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edənlər ölkəmizdə uşaqların, xüsusilə də şəhid övladlarının hərtərəfli inkişafına göstərilən dövlət qayğısından bəhs edərək bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar. İnşallah xoş və mənalı bir istirahət keçiriləsiniz, istirahət arzulayıram sizlərə. Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Hər bir şəhid ailələrimiz adından, burada hər bir şəhid xanımlarımız, şəhid övladları adından təşəkkür edirəm. Göstərilən diqqətə, qayğıya görə. Sonra şəhid övladlarının iştirakı ilə intellektual oyun keçirilib. Nahar fasiləsindən sonra uşaq hüquqlar və vəzifələr, rəqəmsal dünyada təhlükəsizlik və sosial şəbəkələrdən düzgün istifadə mövzusunda təlim keçirilib. Layihənin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək vermək, onların asudə vaxtını səmərəli təşkil etmək, həmçinin sosial ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir. Layihə çərçivəsində şəhid övladları ilə gələcəyə baxış mövzusu altında görüş keçiriləcəkdir. Eyni zamanda bütün iştirakçıların hər birinə fərmanlar təqdim ediləcəkdir və daha sonra düşərgənin ikinci günündə Batabat Astrofizika Rəsədxanasına ərazisinə ziyarət təşkil ediləcəkdir. Şəhid övladları orayla tanış olacaqdır. Ümumilikdə inanırıq ki, bu layihə şəhid övladlarının bilik və bacarıqlarının inkişafına və onların şəhid övladlarının və şəhid xanımlarının xoş və mənalı istirahətlərinə müsbət töhfə verəcəkdir. Komanda oyunları və digər əyləncəli fəaliyyətlər uşaqların həm asudə vaxtlarının səmərəli keçirilməsinə, həm də yeni dostluqlar qazanmalarına şərait yaradır. Çox sağ olsunlar ki, bizi belə düşərgəyə gətiriblər, xoş anlar yaşayırıq burada. Biz burada intellektual oyun oynadıq, komandamızın adı Zəfər komandası idi. Biz orada qalib gəldik, bizə yaxşı suallar verildi, onları cavablandırdıq və nəticədə qalib gəldik. Çox maarifləndiricidir bu. Mən bununla neçən Zəfərdəki Ağbulaq düşərgələrində oluram. Hamısı da bir-birindən əyləncəli keçir, yaxşı keçir. Bu günlər biz Ağbulağa gəlmişik və burada çox əylənirik. Müxtəlif özümüzə dostlar tapırıq, oyunlar oynayırıq. Məsələn, bayaqlar telefonla necə istifadə edirik, onları öyrəndik. Sonra gəldik burada parkda oynadıq. Dostlarımızdan, yəni ki, təzə tapdığımız dostlarla oynadıq. Sonra getdik, orada balaca itlər var idi, orada oynadıq. Yəni sağ olsun bura bizi gətirəni. Bugün həmçinin düşərgə iştirakçıları üçün maraqlı konsert proqramı da təşkil olunub. Bir-birindən maraqlı musiqi nömrələri onlara xoş ovqat bəxş edib. Düşərgədə həm valideynlər, həm də uşaqlar asudə vaxtlarını səmərəli və maraqlı şəkildə keçiriblər. Üç övladımla bircə buradayıq. Sıx-sıx bu tədbirlər ərsəyə gəlir. Biz də burada hər zaman iştirak edirik. Bizim rahatlığımız üçün dövlətimiz əlindən gələni edir. Çox minnətdarıq, təşəkkür edirik. Uşaqlar çox gözəl əylənirlər, zaman keçirdirlər. Tədbir Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Tərlan İbrahimova, Əfqan Hüseynov, Arzu Sadiqov, NTV Xəbər.